Sumqayıt Regional Qaz İstismar İdarəsinin əməkdaşları Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüş keçirib. Görüşdə bildirilib ki, təbii qazdan düzgün istifadə olunmadıqda partlayış və yanğınla yanaşı dəm qazı zəhərlənməsi kimi ciddi təhlükələr də yarana bilər. Qeyd edilib ki, dəm qazı rəngsiz və qoxusuz olduğundan insan orqanizminə hiss olunmadan daxil olaraq baş gicəllənmə, ürək bulanma, huşun itməsi və hətta ölümə səbəb ola bilər. Bildirilib ki, təbii qaz məişətdə rahatlıq yaratsa da, ondan düzgün istifadə olunmadıqda partlayış, yanğın və zəhərlənmə kimi ciddi təhlükələr yarana bilər. Bu risklərin qarşısının alınması isə hər bir vətəndaşın məsuliyyəti hesab olunur. Şagirdlərə izah edilib ki, mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığını yoxlamadan açıq oddan və ya elektrik şəbəkəsindən istifadə etmək qəti qadağandır. Qaz sızması zamanı işığı yandırmaq və ya söndürmək qığılcım yaradaraq təhlükəyə səbəb ola bilər. Qaz cihazlarına istifadə etməzdən əvvəl otağın havasının dəyişdirilməsi, qaz iyi olmadığına əmin olduqdan sonra cihazların işə salınması vacibdir. Diqqətə çatdırılıb ki, qaz cihazları heç vaxt nəzarətsiz saxlanılmamalıdır. Qaz iyi hiss etdikdə isə dərhal bütün qaz kranlarını bağlamalı, elektrik cihazlarına toxunmamalı, mənzilin havası dəyişdirilməli və 104 nömrəli qaz qəza xidmətinə məlumat verilməlidir. Maarifləndirici görüş slaydlar vasitəsilə davam etdirilib, şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Sonda qeyd edilib ki, bir anlıq diqqətsizlik ağır nəticələrə səbəb ola bilər və qazdan düzgün istifadə etməklə hər kəs həm özünün, həm də ətrafdaşların həyatını qoruya bilər. Şəmstan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.